Gördüyünüz bu mənzərə Yeni Gəncə qəsəbəsindədir. Gəncənin ikinci mərkəz sayılan bir yerdir. Yəni burada yoldan keçmək yağış olanda dəhşətli bir mənzərə var burada. Yağış yağdı, burada ancaq sapıq geyinib, rezin çəkmələri geyinib. Harasa getməzlər. Uşağı məktəbə götürmək üçün. Uşaq qucağına alıb çəkməklə harasa çıxmasın, dəhşətli bir mənzərədir burada. Buralar elə bil hər kəsin yadından çıxmış bir yerdir. Binanın özü çox qabağı, çox acınacaqlı bir vəziyyətdədir. Nəinki yolu. Yola çıxmaq ümumidə çox bir çətin vəziyyətdir burada. Binanın özü qabağında lap çətin, dəhşətli bir mənzərə var. Yəni baxın, yalan deyirəmsə, burada iki maşın yan-yana keçə bilməz. Maşının biri qıraqda gözləməlidir, o biri gəlsin keçsin, sonra o biri keçsin. Binanın həyətində belə çıxıb belə oynamaq variantı yoxdur. Köhnədən uşaqların oynamaq üçün belə bir yer yoxdur. Köhnədən binanın qabağında köhnə bir bina, çox sökük bir vəziyyətdə. Heç nəyə yaramayan, heç kim üçün xeyir verməyəcək bir binadır. Binanın qabağı ümumiyyətlə